Keçən il avqustun 15-də Aztelekom MMC ölkədə internet tariflərinin bahalaşmasının əsas səbəbi kimi istehlakçılara təqdim olunan minimal sürətin 100 megabit saniyə təşkil edəcəyini açıqlamışdı. Bundan sonra Antinisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bəyan etmişdi ki, internet provayderləri arasında sui-istifadə hallarına qarşı araşdırmalara başlayıb. Bu araşdırmaların nəticəsi ilə bağlı ictimaiyyətə hər hansı açıqlama verilməyib. İqtisadçı ekspert Toğrul Vəliyev vurğulayır ki, araşdırmalara kömək edə bilər. Misal üçün, Nazir Rəşad Nəbiyev öz sosial şəbəkə hesablarında qeyd edib ki, 2024-cü ildə ölkəmizdə sabit geniş silahlı internetin orta sürəti 65,6 megabit saniyə təşkil edib. Deyə bilərsiniz ki, bu illik ortadır və heç nə demir. Ancaq bununla bərabər Ookla Analitik şirkəti də yanvar ayının nəticələrinə dair hesabatda qeyd edir ki, Azərbaycanda orta sürət 66-69 megabit saniyə təşkil edir. Hələ qeyd etmək lazımdır ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyin İdarə Heyətinin sədri qeyd edib ki, Ooklanın nəticələrində problem var. İnternetin sürətinin ölçmə nəticələrinin 10-20%-ədək təhrif olunmasına səbəb olur. Təxmin edirəm ki, təhrif olunma azalma yox, artım istiqamətində olur. Provayderlər sürəti göstərərkən onu aşağı salsaydılar təəccüblü görsələrdi. İqtisadçı bildirib ki, heç ciddi araşdırma aparmadan xidmətlərin keyfiyyətinin ödənilən tarifə uyğun olmadığı aydın görünür. Bəlli olmayan səbəbə görə statusu artmış qurum müvafiq sübutları hələ də toplaya bilmir. Biri gəlmişkən elə internet ilə bağlı elandan 2 həftə sonra xidməti agentliyə çevirdilər və İqtisadiyyat Nazirliyindən çıxartdılar. Başqa tərəfdən müvafiq bazarda fəaliyyət göstərən şirkətlərin hesabatlarına baxarkən təəccüblənməmək mümkün deyil. Düzdür, Aztelekom və Baktelekom heç 2023-cü ilə dair hesabatlarını belə paylaşmayıblar. Misal üçün, 2022-ci ilin hesabatına görə Aztelekomun ümumi inzibati və digər xərcləri birdən-birə 33% artmışdı. Bunun müqabilində gəlirləri cəmi 8% artıb. Ona görə rəsmi olaraq zərəri də 2-5 dəfə artmışdı. Səbəb olaraq investisiyalar göstərilib, amma detallı məlumat verilməyib. Baktelekomun isə sonuncu hesabatı ümumiyyətlə 2002-ci ilə aiddir. Onlar hər hansı ciddi bir dəyişikliyin olmadığı halda birdən-birə tarifləri artırmaq qərarına gəldilər. Bu sahəyə nəzarət edən qurumlar isə heç nə etmədilər. Vəliyev qeyd edib.